Kanadaya niyə görə gəlmək lazımdır və yaxud da ki, gəlmək lazımdır heç bəlkə də. Bu videoda sizə tam ətraflı, belə deyim, rahat şəkildə danışacağım. Vaxtı olanlar və sizə maraqlıca qulaq asın. Çünki biraz uzun olacaq və demək olar ki, bu vaxta qədər çəkdiyim videolardan tam fərqli bir videodur bu. Sizlə həddən artıq səmimi olacağım və izah eləyəcəm. Davam eləyək. Ümumilikdə belə fikirləşin ki, Kanada, hamı Kanada deyil. Yəni nəyə görə lazımdır bu? Bəlkə də heç sənə Kanadaya gəlmək lazımdır. Bəlkə də sənə lazım olan ölkə başqa ölkədir. Bəlkə də həqiqətən də sən elə Kanadaya gəlməlisən. Amma bunu əvvəlcədən bilmək lazımdır ki, sırf Kanada deməklə də orada sən spesifik bir ərazini seçməlisən, bir əyaləti seçməlisən və ya bir şəhəri seçməlisən. Eyni şey tələbələr üçün də aiddir. Məsələn, sən deyirsən ki, Kanadada oxumaq istəyirəm, amma Kanadanın harasında oxumaq istəyirsən, niyə görə oxumaq istəyirsən orada? Bu sualları əvvəlcədən özünüzə verməlisiniz. Kanadaya gəlmək sənə niyə görə vacibdir və yaxud da ki, sənə niyə görə lazımdır? Heç vacibiyyət bir kənara qalsın. Çünki sən Kanadaya gəlmək üçün sənədlər lazımdır ki, onları düzəltməlisən. Sonra bank hesabı falan, bunları pulu həll eləməlisən. Müəyyən bir büdcə lazımdır səndə. Əgər ki, təqaüdlü bir proqramla Kanadaya gəlmirsənsə oxumağa və ya iş tapıb maaşlı bir proqramla gəlmirsənsə, öz hesabına gələcəksənsə, müəyyən bir məbləğ lazımdır bank hesabında. Çünki bunu deməliyəm sizə, fikirləşməyin ki, özü ora pulsuz gedib, $2000 gedib, indi bizə deyir ki, pul lazımdır. Yenə də deyirəm, təhsillə gəlirsənsə təqaüd lazımdır sənə və ya iş üçün gəlirsənsə sənin maaşın olacaq və bu şeylər kənar. Əgər öz hesabına gəlirsənsə və sən ailəvi gəlirsənsə, burada məsuliyyət biraz da artır. Çünki sənin, belə deyək də, bir özün gəlirsənsə, tək gəlirsənsə, tək özünün məsuliyyətin var. Çətinlik nədirsə özün qarşılayacaqsan, özün olacaqsan. Amma ailəvi gələndə bu çətinliklər yenə də olacaq. Amma o çətinliklərdən sən tək yox, öz yoldaşınla, öz uşaqlarınla bir yerdə üzləşəcəksən və o çətinlikləri həll eləməkdə bir ailə başçısı olaraq da sənin öz üstünə düşür. Yəni, onların da məsuliyyəti sən. Çünki sən yol tapmalısan, sən hər bir cığırı açmalısan ki, onlar üçün gələcək yaradasan. Onları, belə deyək, ailəni götürüb gəlmirsən, böyük bir qərar vermirsən ki, 40 yaşında, 35 yaşında uşaqlarla, ailə ilə gəlirsən Kanadaya, müəyyən bir pul götürmüsən. Və bunların məsuliyyəti də səndədir. Amma belə bir məsələ var ki, pulun varsa, sənin üçün rahatlaşır. Niyə görə? Çünki xarici ölkələrdə sən rahatçılığı pulla alırsan, komfortu pulla alırsan. Deyək ki, işin çətin gedirsə, middleman deyək də, orta bir insana pul verirsən, kontraktor olsun və yaxud da ki, kimsə olsun da bu işi rahatlaşdırmaq üçün sənin işini görəcək. Və ya proseslərdən özün keçmək istəmirsənsə, kiməsə pul verirsən, həmin insanlar sənin işini yerinə yetirir. Yəni, yenə də deyirəm, ya pulun olmalıdır, ya da ki, bacarığın olmalıdır sən bu məsələləri həll eləmək üçün. İstənilən halda, yəni sənin üçün pul vacib olacaq. Və bir də fikirləş ki, məsəl üçün sən deyirsən ki, Kanada olsun, hara olur olsun. Yox, bu elə deyil. Bunu dərindən fikirləşmək lazım. İndi çox adam deyəcək ki, bu nə qədər danışır, nə qədər problemlər çıxardır. Yox, əslində bu lap əvvəlcədən götür-qoy olması bir məsələdir. Bunu mənim mentorluğuma yazılan insanların hamısına da deyirəm. İndi ola bilər ki, hamı bu delusional qərar verir. Delusional nədir? Yəni, hayküyə düşmüş bir qərar verir. Heç fikirləşmir ki, Kanada necə bir yerdə, haradır. Heç məlumat da yoxdur. Sadəcə Kanadaya hamı gedir, mən də getmək istəyirəm. Amma burada belə bir şey var. Məsəl üçün, sənin ola bilər ki, səhhətinə görə müəyyən əyalət var ki, uyğun olmaz. Elə bir əyalət var ki, orada quruluq çoxdur. Eləsi var, orada rütubət çoxdur. Eləsi var, orada qar çoxdur. Yəni, bunları fikir verməlisən ki, sənin uzun müddətli yaşayışın üçün bu əyalət uyğundur, yoxsa yox. Çünki, deyək ki, Azərbaycanda və ya hansı bir ölkədə qalırsan hazırda, yaşayış xərclərini qarşılamaq üçün bütün savingin nədirsə, hamısını götürürsən və gəlirsən Kanadaya və səhv bir əyalət seçdikdə sən, belə deyim də, çox pul itirmiş olursan, həvəs itirmiş olursan və vaxt itirmiş olursan.
sonradan başqa bir əyalətə keçmək istəyirsənsə, o da sənin üçün tamamilə bir sıfırdan başlamış və ya negativdən başlamış bir proses olur. Ona görə əvvəlcədən sən düzgün qərar verməlisən. Bu düzgün qərar nəyə deyilir? Necə düzgün qərar verə bilərəm? Məsələn, mən özüm danışıram da, özümdən nümunə götürüm də, düzdür? Kanadaya getmək istəyirəm. Səbəbim tutaq ki, mənim neft sahəsində işləməkdir. Düzdür? Məsəl üçün deyirəm ha. Bax, mənim Kanadaya gəlmək səbəbim neft sahəsində işləməkdir. Mən Kanadanın harasına gəlməliyəm? Araşdırma edirəm özüm üçün ki, hansı əyalətlər var? 12 plus bir əyalət var da. Yəni bu Quebec tamamilə başqa bir şey. Bir də territorial məsələsi var. Anyway. Yəni mən hansını seçim? Axtarıram, araşdırma edirəm, bu əyaləti seçirəm. Alberta əyaləti. Tutaq ki, neft-qaz sahəsi üzrə ən yaxşı əyalət Albertadır. Mən video çəkəndə bu ambulansın, polisin zadının hamısının tökülüb gəlməyə vaxt tapdı. Anyway. Sonra Albertanı seçdim. Albertanın özü də böyük bir əyalətdir. Mən onun içində hansı şəhəri seçməliyəm? Albertanın içində nəyə görə bu şəhəri seçirəm? Tutaq ki, Calgary, Edmonton, nə bilim hansı bir şəhər olur olsun, araşdırma eləməliyəm ki, mənə niyə görə bu şəhər uyğundur? İş tapmaq şansı baxımından şirkətlərin çox olduğu əyalətin içindəki şəhərə gəlməliyəm ki, iş tapmaq şansım da yüksək olsun. Baxmayaraq ki, mən peşəkaram, iş tapmaq bacarığım da yüksəkdir, amma o əyalətin içindəki şəhərdə mənə aid olan şirkətlər yoxdursa, boşluğa getməyə ehtiyac yoxdur. Sonradan fikirləşmə ki, hə, dəyişərəm falan. Dəyişərsən, amma bu əvvəlcədən eləyə bilərsən ki, birbaşa gedib ora düşə bilərsənsə, niyə görə bunu biraz araşdırma eləyib eləməyəsən? Bu öz yerində. Daha sonra mənim şəhəri tapdım. Şəhərin içində hansı tərəfdə mən qalmalıyam? Çünki iş yerimə yaxın olmalıdır, ailəvi gəlirəmsə, məktəbə yaxın olmalıdır və ya bağçaya yaxın olmalıdır. Yoldaşım əgər mənim belə deyək də, hər hansı bir iş sahəsində işləyirsə, yoldaşım üçün də uyğun olan bir ərazini seçməliyəm ki, o da işə getmək üçün biraz rahatçılığı olsun. Yəni vaxt itirməsin. Düz deyə maşın zad hamısı öz yerində, amma sən vaxt məsələsindən qazanmalısan da. Bu böyük bir ölkəyə gedəndə orada ən çox qazanacağın şey sənin vaxt olmalıdır. Və bunu da tapandan sonra artıq sənin üçün rahatlaşır. Niyə görə? Çünki evi bilirsən ki, harda tutacaqsan, evi bu ərazilərdə axtaracaqsan və sənin üçün bu artıq cığır yaranmış olur ki, mən bilirəm bu şəhərdə, bu yerə mən köç eləməliyəm və başlayıram mən ora haqqında məlumat almağa ki, ev pulları nə qədərdir, ev pulu vermək üçün hansı hesabı istifadə edilir və yaxud da ki, evi Kanadada olmadan tutmaq olur, olmur. Yəni bu kimi şeylər var. Bu sadə bir məsələdir. Yəni də deyirəm, amma biraz araşdırma tələb eləyən bir məsələdir ki, sən əvvəlcədən bu kimi xırda araşdırmaları eləməlisən ki, sonradan sənin üçün problemi yaratmasın. Yəni 10 dəqiqəyə yaxın bir video çəkirəm, paylaşıram. Ümid edirəm ki, sırf sizə lazım olan kim varsa o baxacaq buna. Mənə lazımdır ki, məsələn 100 min, 200 min baxış olsun, 400, 500 nəfər baxsın, amma bilirəm ki, sırf lazım olan insanlar baxırlar bu videoya. Kanada immiqrasiya proqramı ilə maraqlanırsınızsa, mentorluq proqramı var, mentorluq proqramına yazıla bilərsiniz və yaxud da özünüz eləmək istəyirsinizsə, bu mentorluğa yazılın, sizə kömək olsun. Və ya yazılmaq istəmirsinizsə, uyğun bir şirkət tapın, güvənli bir şirkət tapın, o sizin üçün bu işləri görsün. Özünə müayət olun, hələlik.